Salam dəyərli izləyicilər. Bu gün sizə çox gözəl bir xəbər verəcəm. Deməli, video çox qısa olacaq, tezdə yekunlaşdıracağam. Bilirik ki, 5 aprel 9-cu siniflərin ilk zonanın buraxılışıdır. Bu 5 apreldə necə eləyə bilərik ki, 200 plus bal yığa bilərik. Qısaca uşaqlar məlumat verəcəm. Baxın, bu yerdə qalan günləri bu şəkildə bölərək çox qısa müddətdə yüksək nəticə əldə edə bilərsiniz. Necə? 1. Ümumi təkrar. Bu nə deməkdir? Toplamda 20-dən mövzu var. 9-cu sinifsizdə, yəni sizə çətin düşməyəcək. Bunu biləsiniz. Toplamda 20-dən mövzu var. Bu 20 mövzudan hər gün 2 mövzu, 3 mövzu, hər gün 3 mövzu təkrar eləsəz imtahana qədər, hətta 5 aprel belə imtahan verənlər tez, çox sürət şəkildə bitirəcəklər. Bu belə. Sonra səhvlərini düzəlt. Bu nə deməkdir? Səhvlərini düzəltmək üçün əvvəlcə səhv eləməlisən də, yəni sınaq yazmalısan, test işləməlisən. Bəs sınaqları hardan işləyəcəksiniz? Təbii ki, uşaqlar, sizin üçün möhtəşəm xəbər budur ki, mən normalda hər il ödənişli olan sınaqlar qrupumu sadəcə bu il ödənişsiz eləmişəm. Yəni, hər kəs qoşula bilər. Hər kəs qoşula bilər. Tək şərt bu nömrəyə yazırsınız, adınızı, soyadınızı yazırsınız. Bir də təbii ki, kanala abunə olduğunuzu göstərməyiniz lazımdır. Tək şərtimiz odur, onu skrin eləyib atırsınız, bitdi. Sizə bütün sınaqlar izahları ilə birlikdə göndəriləcək və həmin sınaqlar YouTube-da paylaşılmayacaq. Sadəcə qrupda qalacaq və uşaqlar, kim yazsa sabahdan başlayırıq artıq. Bugün sondur, sabahdan başlayırıq. Təbii ki, sonradan da qoşula biləcəksiniz. Məsələn, 10 gün sonra da qoşula biləcəksiniz. Aprelin 28-nə qədər davam edəcək. Amma məsələn deyirəm, aprel ayının 3-ü qoşulan uşaqlar 3-nə qədər olan sınaqları işləyə bilməyəcəklər. 3-nə qədər olan sınaqlar artıq göndərilməyəcək. 5-i qoşulanlar 5-nə qədər olan sınaqlar işləməyəcək. Qoşulduğunuz gündən sonraki sınaqları işləyəcəksiniz. Bu belədir. Tamamilə ödənişsizdir. Heç bir pul, heç bir əlavə ödənişə ehtiyac yoxdur. Sadəcə bu nömrəyə yazırsınız, ad soyadınızı yazırsınız, qrupa birbaşa əlavə olunacaqsınız. Sınaqlar da sabahdan başlayacaq. Sabah günortadan sonra artıq sınaqlar göndərilməyə başlayacaq və hər gün sınaq göndəriləcək uşaqlar. 2 gündən bir yox. Hər gün bir, maksimum minimal bir sınav olacaq, ola bilər ki, 2 sınav da olsun. Yəni, məncə şagirdlər sizin üçün mükəmməl, belə deyək, mükəmməl şəraitdir ki, 200 plus bal yığmaq üçün. Hətta mən sizə deyərəm, məsuliyyətli şagird 300 balda yığa bilər, o özünüzdən asılıdır artıq. 250 balda yığa bilərsiniz, hər şey öz əlinizdədir. Bu qədər vaxt itirməyin, videonu bu hissəsini görən kimi yazırsınız, adınızı, soyadınızı yazırsınız, göndərirsiniz, qrupa əlavə olunacaqsınız, sınavlarımız da sabahdan başlayacaq. Təkrar üçün də ümumi fikirlər də bildirəcəm, başqa köməkliklərim də olacaq, yəni də onlar hələ demirəm. Elə ki, siz sınaq barəsində düşünün, sanki düşünün ki, sınaqdır, elə qoşulun, əlavə şeylər də görəcəksiniz. Bu qədər uşaqlar, videonu çox uzatmıram, hər birinizə uğurlar, sağ olun.